Qeyd edim ki, Avropa oyunları üçün satışa çıxarılmış 600 min biletdən artıq 200 mini satılıb. Bugün Bakı Dövlət Universitetində Bakı 2015 ilk Avropa oyunlarına dəstək adlı tədbir keçirilib. Toplantıda universitet rəhbərliyi ilə yanaşı Avropa oyunlarının əməliyyat komitəsinin direktoru Simon Clegg də iştirak edib. Oyunların təşkili və görülən işlərdən danışılıb. Qeyd edilib ki, bütün idman obyektləri, eləcə də idmançılar artıq yarışlara hazırdır. Avropa oyunlarının ölkəmizə keçirilməsinə əsas səbəblərdən biri kimi ölkədə yaradılan idman infrastrukturunun dünya standartlarına cavab verməsidir. Birinci Avropa oyunları zamanı Bakı Dövlət Universitetinin 300 tələbəsi də könüllü qismində iştirak edəcək. Bizim 3000 tələbəmiz 250 istiqamətdə bu Avropa Olimpiya oyunlarında volontyor kimi, yəni könüllü kimi iştirak edəcəklər. Təbii ki, bu könüllü adı demək asandır, ancaq onun vəzifəsi də böyükdür. Bir hissəsi qonaqları qarşılayacaq, qonaqlarla təmasda olacaqdır. Həm də bir çox xarici dilləri bilən tələbələrimiz var. Bizdə Urdu dili, İvri dili, Yapon dili, Çin dili, Koreya dili, bu dillər sahəsində oxuyan tələbələrimiz, məzunlarımız da bu prosesdə iştirak edəcəkdir.